Kəsə salam qızlar, sabahınız xeyirli, gününüz uğurlu olsun inşallah. Səhər-səhər sizlərə də bu gözəl mənzərəni göstərmək istədim, qaynanamın güllərini. İlk növbədə səhər-səhər həyəti yumuşam, təmizləmişəm. Daha sonra isə dedim gedib otaqları təmizləyərik. O gözəl mənzərədən sonra istədim sizə bu bərbad mənzərəni də göstəreyim. Belə. Yenə hər zamanki kimi səhər-səhər oyanmışam. Mətbəxin son halı yenə hər zamanki kimi darmadağındır. Hələ o biri tərəfləri demirəm, bomba düşüb rəsmi. Bugün dərin təmizlik edəcəm. Belə. Buralara baxın, koridorun son halına. Rəsmi hər yerə bomba düşüb. Belə. Hələ buraları demirəm. Belə. Hər yer darmadağındır. İndi isə gəlin sizlərlə ilk növbədə mətbəxdən başlayaq. Mən hər zaman birinci həyəti təmizləyərəm, sonra mətbəxi, sonra isə digər otaqları. Herkese salam qızlar. Bugünkü videonun davamını gecə davam elətdirirəm. Bu qızımın paltarı yeşik idi. Sən demə keçən səfər mən düşürtdüklərim çoxu qış paltarıymış. İndi burada yay paltarlarını tapıb çıxartmışam. Dedim bunları balacalar heç, balaca paltarlar qalsın, amma qısa qollardan, böyük olanlardan çıxardım ki, geyinsin. Evlərimizi görsəniz, rəsmi köçür, hər yer darmadağındır. İndi hər birini sizlərlə bərabər təmizləyəcəyik. Hələ otağın son halına baxın. Aləm qarışıb bir-birinə. Qonaq otağına heç demirəm, vapşı köçür. İndi isə gəlin bunlardan seçək, yığaq paltar şkafına. Qalanlarını isə yığışdırıb götürərik. Balaca paltarlarda qatlayıb qoymuşam. Bunlar heç çox balaca uşaq üçündür. Bunlar da ki, bilmirəm. Bunlar da balacadır. Buradakılar qış paltarlardır. Həm də çox bəziləri böyükdür, onlar olan deyil. Amma bunlar hamısı yay paltarlardır. Bunları seçdim, ayırdım. İndi bunları şkafa qatlayıb yığacam. Hamısını yuyub qatlayıb yığmışam yeşiyə. Ona görə təmizdirlər, yumağa ehtiyac yoxdur. İndi isə gəlin bunları yeşiyə əlavə edək. Bunları isə şkafa qatlayıb yığaq.
Otağımızın da son halı belə. Paltarları yığdım belə şkafa. Qızımın yerini də düzəltdim. Buraları da belə. Buraları da sərgiyə saldım belə. Paltarlarımın da hamısını bura belə sərgəli şəkildə qatlayıb yığdım belə. Onsuz da dağılacaq yenə də. Öz paltarlarımızı da buradan belə sərgəli. Bu otaqlıq işimiz bitir. İndi isə gəlin keçib o otaqları təmizləyək. İşığını söndürək. Belə. Qızlar, indi isə qonaq otağının halına baxın. Qızım ailəmi qatıb bir-birinə. Buraların halına baxın. Hər yeri qatışdırıb bir-birinə. İndi isə gəlin sizlərlə bərabər buraları təmizləyək. Qızlar, qonaq otağımın da son halı belə. Belə. Hər yeri təmizlədim. Buraları da belə. Buranı da belə sərgiyə saldım. Pəncərəni açıq qoyuram, biraz havası dəyişsin. Gecə rutinimizi davam elətdiririk. Saat da 10-un yarısıdır. Gecə 10-un yarısıdır belə. Bu otaq da belə qutardı. İndi əsas məsələ keçdik koridora. Koridorun son halına bu xalça yuyulub quruyub. İndi bunu qatlayıb götürəcəm, sabah qonaq otağına salacağam. Belə buraların da son halı belə rəsmi köçür koridorumuz. Belə. Qızlar, hər yeri sildim, belə pırıl pırıl. Belə hər gecə
Hər yeri təmizləyib, silib sonra yatıram. Belə. İndi isə keçək ən əsas məsələ mətbəxin son halına. Qızlar, indi isə mətbəximə keçdik. Sıra mətbəxdədir, belə. Hər yer darmadağındır. Bugün sularımız da gəlib, bunları da yerbəyer eləməliyəm. Buraların son halı belə. Saatda 10 tamamdır. 11-ə qədər işlərimi bitirməliyəm ki, 11 tamamda qızımı yatızdırıram. Yəni çox da gecəyə qalmağını xoşlamıram. Rejimlə yatır deyə rejimini pozmuram. Belə. Paltarlarım var. Bugün çox paltar yemişəm. İstəyirəm buram onlar da yuyulsun. Sabaha bir şey qalmasın. Buraların da son halı belə. 24 saat işləsən də xeyri yoxdur bacı. Buraların da son halı belə. Belə. Darmadağındır hər yer. Buralarda belə. İndi isə gəlin başlayaq. Qızlar, mətbəximin də son halı belədir. Belə hər yeri təmizlədim. Belə. Hər yer tərtəmiz oldu. Belə qablarımı da yudum. Rakvinamı da təmizlədim. Belə. Bir dənə paltarlarım qaldı, onu da çatdıra bilmədim. Sabah yuyacağam inşallah. Buraları da belə təmizlədim. Buralar da belə. Belə. Saat isə 11-ə qalıb 15 dəqiqə. Gedim qızımı da yedirdim. Eynini dəyişim, yatırdım belə. Dediyim kimi, söz verdiyim kimi 11 tamama qədər qutardım. İndi isə bütün otaqlara hava dəyişdirici vurum. Gedim qızımı yatırdım. Sabah sizlər üçün inşallah bu vlogu editləyib paylaşacağım. Belə. So. Hələ qızlar, həyəti də təmizlədim. Belə. Mən videomu burada sonlandırıram. Yoldaşımın dostu belə bir dondurma verib. Yəni çox ləzzətlidir. Payı çox olsun. Tərkibi türk baxlavasındandır. Belə. İçi xalis baxlavadır. Hə, belə. Sizlərə də almağı tövsiyə eləyirəm. Bir dəfə alsanız peşman olmazsınız. Videomuzun sonuna gəldik. Videomu bəyəndinizsə bəyən tuşuna basmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Hələlik.